Kanalımın əziz izləyiciləri, hər birinizi salamlayıram. Nəhayət ki, uzun aradan sonra yenidən bir vlog paylaşıram. Bu arada qeyd etmək istəyirəm ki, YouTube-da artıq 300 abunəçini keçmişik. Bu mənim üçün çox sevindirici bir haldır. Kanalımı izlədiyinizə görə hər birinizə təşəkkür eləyirəm. Və digər sizdən belə bir xahişim var ki, siz hələ də mənim kanalıma abunə olmamısınızsa, abunə olmağı unutmayın. Bu mənim üçün çox vacibdir. Bu il aldığım ən gözəl qərarlardan biri də YouTube kanalı açmağım oldu. Bu mənim demək olar ki, illərdəki arzum, xəyalım olub. Çünki həmişə istəmişəm ki, bir YouTuber olum. Əvvəllər digər YouTuberlərə baxırdım və deyirdim ki, mən də nə vaxtsa videolarımı bölüşəcəm. Bu qərarı alanda biraz tərəddüd içərisində idim. Çünki inanmırdım ki, bu qədər izləyici kütləsinə sahib olaram. Bu mənim üçün çox önəmlidir. Düzdür, 300 abunəçim var, amma bu mənə necə deyim, motivasiya verir və inanıram ki, gələcəkdə də izləyicilərimin sayı artacaq. Əgər xatırlarsınızsa, yayda qeyd eləmişdim ki, mən 2018-ci ildən 2023-cü ilə qədər book blogger kimi fəaliyyət göstərmişəm. Oxuduğum kitabları, baxdığım filmləri Instagramda paylaşırdım. Amma bu aralar mütaliəm zəiflədiyi üçün Instagramda heç bir post paylaşa bilmirəm. Bu mənim üçün çox belə üzücü haldır. Bir müddətdən sonra inanıram ki, yenidən kitab oxumağa başlayacağam və digər səhifəmi də aktivləşdirəcəm. Nəhayət ki, yolkamız gəldi çıxdı. Biz bunu bir marketdən sifariş vermişdik. Hə qızlar, bunun üstü belə bəzəklidir. Belə şam qozaları var. 180 cm-dir, 190 manat pul vermişik biz buna. Qızlar, yolkanı qurmaq üçün bu alanı boşaltdım. Burada yadınıza gəlsə pasiensa var idi. Onu çıxardıb koridora qoymuşam. Evi bəzəmək üçünsə bu işıqlardan əldə etmişəm. Ən son işıqlar belə oldu. Çox qəşəng görsənir həqiqətən. Bu da yolkamızın işıqları. Yerdə belə hazır yeməklər var. Bu yarpaq dolmasıdır. Daha sonra tas kebab var. Heç bundan yeməmişəm əslində qalsa. Kök salatının varlığından xəbərim yox idi. Belə biberlə kökün birləşməsindən kök salatı var. Bir kofe xəstəsi olaraq gəldiyim hissə belə qablarda da var. Balaca qablarda da var, 4.23-ə. Bunun qiyməti neçədir? 2.20. Daha sonra bunlar var. Qızlar, Hiperdə Morfoson belə şampunları 9 manatdan düşüb 7 manat 29 qəpiyə və çeşidləri var hamısı burada. Daha sonra digər şampunlar da var burada. Elidor'dur, Clear'dır, sonra Washington'dur. Qızlar, belə qeyri-adi bir-birindən qəşəng çaşkalar var. Amma mənim diqqətimi çəkən tabii ki də leoparlı çaşka oldu. Çox qəşəngdir. Görün qızlar, nə qəşəng oyuncaqlar var. Yolka üçün mavisi də var. Daha sonra 12 manata belə setdir. İçində bilmirəm amma neçə dənədir. Sonra beləsi var. Formada da var. Hələ bu oyuncaqlara baxın. Çox qəşəngdir axı bunlar. Belə şamlar var. Belə işığı yandırsam bu formada olur. Bunlar da maraqlıdır. Daha sonra belə bir şey də var. 1.90-a. Bu da çox qəşəngdir. Məsələn, mən belə aksesuarları çox sevirəm. Beləsi də var. Şkanın gözəlliyi deyib susuram. Əsl yeni il ab-havalı. Sonra buna baxın. Bu da çox şirindir. Gəlmişəm mağazaya. Yeni il çəkilişi üçün saç aksesuarı axtarıram. Sadəcə ikisinin arasında qalmışam. Bilmirəm qaşlısını mı götürüm yoxsa sadəsi. İkisi də çox qəşəng görsənir. Yaxından da belə göstərim. Qaş detayları çox qəşəngdir. Yəni çox sevdim bunu. Qəşəng görsənir. Bu isə baxın, belə sadə bir şeydir. Qərarlaşdırdım, bunu götürəcəm. Çox qəşəngdir. Qiyməti də 1 manat 50 qəpikdir. Münasibdir qiyməti. Qızlar, bu aksesuarların gözəlliyinə baxın. Çox qəşəngdirlər hamısı. Sonra burada belə güzgülər var, daraqlar var. Kəşke oğlum... Qızlar, siz bu aksesuarların gözəlliyinə baxın. Qızlara aid elə gözəl əşyalar var. Oğlan uşağına isə heç nə tapmaq mümkün deyil.
Qızlar, baxın, qapı üçün yeni il bəzəyi almışam. Bunu qapıya vuracağam. Bunun işığı yoxdur. Planımızda var ki, işıqlar bağlayaq. İşıqlar olanda daha qəşəng olur. Qapının bəzəyi hazırdır, amma çox gözəl görsənir həqiqətən. Bu da bizim köhnə qapı bəzəyimiz. Bunu yoldaşımla özüm düzəltmişdim. Çox qəşəng idi. Amma yenisini aldıq. Ən yuxarı hissəsinə də belə bir bantik almışam vurmağa. Qəşəng görsənir. Bu il istədim ki, yelkanı 2 rənglə bəzəyim. Boz, bir də daha doğrusu gümüşü, bir də qırmızı rənglə belə bir 16-lı dəst almışıq. Və yelkamın son halı belədir. Çox mükəmməl oldu. Növbəti gündən hər kəsə salamlar. Bu gün salon işlərim var. Gedirik onları həll etməyə. Qızlar, gəlmişəm saçımı kəsdirməyə. Görün salonu nə qəşəng bəzəyiblər. Burada çox qəşəng olub belə. Hələ siz bu detallara baxın, çox şirindir. Mənim ən çox sevdiyim bayramlardan biri də Yeni il bayramıdır. Çünki Yeni ildə hər yer gözəl bəzədilir, hər yerdə bayram ab-havasını hiss eləyirik. Məndən başqa salonda adam yoxdur, çünki mən səhərin gözü açılmamış saat 9-dan gəlmişəm. Salondan çıxandan sonra yoldaşımla qərara gəldik ki, yeməyə gedək, çünki çox acımışdım. Buradan sonra isə dırnağımı düzəltdirməyə gedəcəm. 3 aylıq fasilədən sonra yenidən dırnağımı düzəltdirməyə gəlmişəm. Bu arada dırnaqlarımı tips elətdirəcəm, çünki dırnaqlarım çox xırdadır. Və onu da qeyd edeyim ki, mən uzun dırnağı çox sevmirəm. Bu forma mənim üçün tam idealdır. Sizə dırnaqlarımı göstərim. Çox qəşəng oldu həqiqətən. Yəni, ağlımda dizayn olmasa da, orada belə qərar verdik ki, bu formada eləyək. Qızlar, deməli, yeni il üçün dekor hazırlayacağam. Bunun üçün Hiperdən bir neçə məhsul almışam. Onları sizə göstərmək istəyirəm. Belə bir işıq əldə eləmişəm. Çox qəşəngdir. Aşağıda belə yandırırsam, belə görünür. Daha sonra belə bir oyuncaq əldə eləmişəm. Bu da ev formasındadır. Səhv eləmirəmsə, bunun da aşağıda işığı yanar. İndi sizə onu göstərəm. Aha. Deməli, bunun da belə işığı yanır. Bu da maraqlıdır. Daha sonra belə bir yolka əldə eləmişəm. Bunun da işığı yanır. Bu da bu formadadır. Sonra nə əldə etmişəm? Nəsə bir məhsulda olmalıydı. Bundan çıxdı. Baxın, belə bir məhsulumuz var. Bu da bu formadadır. Çox maraqlıdır. Dekorumun hazır versiyasını göstərmək istəyirəm. Çox gözəl oldu. Amma təəssüf ki, mən bunları bura qoya bilməyəcəm. Çünki Uğur bunları görsə dağıdacaq. Ona görə də aparıb koridordakı şkafın üzərinə qoyacağam. Hazırladığım dekoru bura qoydum. Çünki bizə görə ən gözəl yer buradır və Uğurun şəklini də bura əlavə etmişəm. Deməli qızlar, bu aldığım şaxta babanın bir dənə problemi var. Pilləkənlərdən aşağı düşür, amma sadəcə olaraq yuxarı qalxmır. Ona görə də biraz pis oldum. Amma nəysə, gələn il mütləq yenisini alacağam. Siz bir dənə bu yolkanın gözəlliyinə baxın. Çox qəşəng görsənir. Yəni, çox bəyəndim bunu. Nəhayət ki, çay içməyə vaxt tapa bildim. Qızlar, videonu axıra qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bununla da ilin sonuncu vloqunu yekunlaşdırıram. Hər biriniz mənim üçün dəyərlisiniz. Hər biriniz yaxşı ki varsınız. Sizi çox sevirəm. Qızlar, bu gün menyuda toyuq qızartması var. Topkada qızardacağım. Ən çox sevdiyim yeməklərdən biridir. Toyuğu doğradım, qəşəng yudum, mayonezlədim, istiotladım. Bir də bir ədviyyat var, ondan əlavə elədim. Onu azadan almışıq da. Ətə çox qəşəng tam verir. Hə, qızlar, baxın, biz bunu azadan almışıq da. Yəni, çox qəşəngdir. Necə deyim sizə?
ətə bir fərqlilik verir. Bunu həm toyuq qızartmalarımda, həm də ki, ət falan qızardanda əlavə eləyirəm. Hə qızlar, kartoşkalar da eyni qaydada doğradım. Üstünə mayonez, duz əlavə elədim. Daha sonra isə soba listini yağlayacağam. Əvvəlcədən qızdırılmış sobada bişirəcəm. Buna paylaşmaqda məqsədim bəlkə sizə də fikir olar deyə də. Ondan da yanında səs olanda elə olur. Sahilde 8 çeşit yemek yemeye hazırlandık.